Vaxtınız xeyir olsun. Hazırda Avropanın İSKİ Hava Tələqatları Mərkəzinin model proqramlarını yenilənmiş məlumatların təhlillərlə tanış oluruq. Bu modeldə biz troposferin orta qatlarında gözlənən sinoptik proseslər haqqında ümumi təhlilləri siz diqqətinizi çatdırırıq. Xüsusilə də artıq mart ayının 7-sindən başlayaraq Qafqazın cənubu Azərbaycan arasındakı mövcud dəyişkən hava şəraitinin bir qədər dəyişilməsi gözlənilir. Xüsusilə də mart ayının 7-si artıq günün birinci yarısından başlayaraq Şimali Qafqaz arasından soyuq hava şübhələrinin tədricən Qafqazın cənubu Azərbaycan arasına doğru yaxınlaşması fonunda xüsusilə də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Proses nəticəsində artıq martın 7-si günün ikinci yarısı, 7-sindən 8-sindən keçən gecə isə bu prosesin bir qədər güclənməsi ehtimalı var. Proses nəticəsində xüsusilə də Xəzər dənizinə yaxınlayan şərq rayonlarında, Bakı, Abşeron, Sumqayıt arasında və Azərbaycanın şimal-qərb ərazilərində, Gəncə, Qazaxda şimal-qərb və qərb küləklərinin bir xeyli güclənməsi ehtimalı var. Azərbaycanın dağ-eteği və dağlıq ərazilərində isə yağışın sulu qara və qara keçməsi, prosesin intensivləşməsi ehtimalı var. Prosesin nəticəsində Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, Şimali, Şəmaq, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbə, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərif ərazilərində və Cəllabad, Masallı, Lənşin, Asır, Yardıma və Lerişdə, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmişə, Gəncənin xüsusilə də dağ-eteği ərazilərində yağışın sulu qara və qara keçməsi, ən çox da Böyük Qafqazda və Kiçik Qafqazda qarın intensiv və güclü olması ehtimalı var. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görürük ki, xüsusilə də Avropanın şimalında və mərkəzi hissələrində kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi atmosfer təzyiqində bir xeyli artım gözlənilir. Bu proses nəticəsində troposferin orta qatlarında atmosfer təzyiqinin Avropanın şimalında və mərkəzində artması, lakin Qərbi Rusiyada, Şimali Qafqazda, eyni zamanda Qara Dəniz ərazisində isə orta troposferdə atmosfer təzyiqində azalma gözlənir. Bu modeldə xüsusilə də troposferin orta qatlarındakı atmosfer prosesləri və troposferin aşağı qatlarındakı temperaturlardakı anomaliyalara biz ümumi olaraq nəzərə alırıq. Nəticədə bu modelə baxaraq biz onu deyə bilərik ki, temperaturlarda bir xeyli azalma nəticəsində Bakıda hələlik mart ayının 7-si, 8-si və 9-suna qar yağması ehtimalı yoxdur. Lakin şimal küləkləri güclənəcək və yağış qısa müddətdə intensivləşə bilər. Ümumilikdə isə mart ayının 10-u və 11-də Rusiyanın qərbindən növbəti soyuq havanın Qafqazın şimalından Qafqazın cənubuna doğru yaxınlaşması ehtimalı var. Lakin burada modellərdə qeyri-dəqiqlik var. Xüsusilə də Avropanın İSKİ Hava Tələqatları Mərkəzinin 100-dən artıq alt mənbə modelləri və İSKİ superkomputer modelləri davamlı olaraq soyuq hava dalğasının mart ayının 10 və 11-də də bir neçə dalğa ilə Şimali Qafqazdan keçməsi siqnallarını verir. Lakin modellərdə qeyri-dəqiqlik var. Xüsusilə də Alman modeli bu soyuq havanın Qafqazın cənubuna daxil olması riskini göstərsə də, Avropanın əsas mənbə modelləri, yəni İSKİ əsas modelləri isə soyuq havanın Şimali Qafqazdan, Qazaxıstandan keçməsi siqnallarını verir. Yaxın günlərdə bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Modellər belə dövrlərdə, yəni qışın sonu və yazın əvvəllərində prosesləri dəqiq hesablaya bilmirlər. Ona görə də Alman modelləri bu soyuğun birbaşa Azərbaycana daxil olması siqnallarını versə də, Avropanın İSKİ Hava Tələqatları Mərkəzinin 100-dən artıq alt modelləri isə martın 10 və 11-də soyuq havanın Qazaxıstandan keçməsi siqnallarını verir. Lakin yaxın günlərdə artıq daha da yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Yəni Avropanın İSKİ Hava Tələqatları Mərkəzinin 100-dən artıq alt mənbə modelləri və İSKİ superkomputer modelləri əvvəlki günlərdə bu soyuq havanın birbaşa Qafqazın cənubu Azərbaycandan keçməsi siqnallarını verirdi. Lakin troposfer qatlarında müşahidə edilən müəyyən qeyri-müəyyənliklər var. Bu proses nəticəsində modellər də, yəni bu kompüter modelləri də təbii olaraq bu hesablamaları qeyri-dəqiq edir. Yəni mənim bildiyimə görə daha dəqiq model Avropanın İSKİ Hava Tələqatları Mərkəzinin modelləridir. Yəni bu model əgər bu soyuq havanın hazırda bu gün
yəni bu gün təllərə əsasən martın 10 və 11-də Qafqazın şimalından keçməsi siqnallarını verirsə, deməli çox yəni qar gözləyənlər üçün çox təəssüf ki, belə də olacaq. Soyuq hava daha çox Şimali Qafqazdan keçəcək, yəni Bakıya daxil olması ehtimalı yoxdur. Yəni təbii ki, mart ayında bu qədər güclü bir soyuğun Qafqazın cənubundan keçməsi ehtimalı çox zəif bir ehtimaldır. Artıq xüsusilə də cənub enişlərində günəş şüaları artıq aktivləşir mart ayının ilk həftəsindən başlayaraq və nəticədə artıq bu soyuq hava da tədricən yumuşalaraq Qafqazın şimalından Qafqazın cənubuna daxil olur. Yəni Xəzərin şimalında hələ də peyk görüntülərinə baxanda biz görürük ki, Xəzərin şimalında hələ də zəif də olsa buzlaşma var. Bu da soyuq havanın Xəzərin şimalından Qazaxıstandan keçməsi nəticələnəcək. Yəni bu soyuq havanın Qafqazın cənubuna daxil olması ehtimalı martın 10 və 11-də zəif bir ehtimaldır. Lakin bu sistem güclənə bilər, çünki troposferdəki proseslər qeyri-müəyyəndir. Yaxın günlərdə daha dəqiq yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Avropanın İlçəm Davleyev Hava Tədqiqatları Mərkəzinin bu modellərinə biz baxaraq bunu görürük ki, xüsusilə də peyk görüntülərinə əsaslanan yaxın günlərdəki simulyasiyadan tanış oluruq. Bu xəritədə xüsusilə də Qafqaz ərazisindəki buzluluğun artması haqqında bir siqnalları alırıq. Xüsusilə də mart ayının artıq 7-si axşamdan və 8-sindən başlayaraq Qafqazın şimalından daxil olması gözlənilən soyuq havanın təsirindən Qara dənizdən və Xəzər dənizindən rütubətlə qarışan kütlələrin soyuq atmosfer cəbhəsinin toqquşması fonunda artıq Qafqazın Cənubi Azərbaycanda hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması ehtimalı yüksək qiymətləndirilir. Xüsusilə də Xəzərin şimalında peyk görüntülərinə baxanda biz görürük ki, buzlanma müşahidə edilir. Bu buzlanma təbii ki, artıq mart ayına doğru bu prosesin bir xeyli zəifləməsi müşahidə edilir. Artıq mart ayının ən gecə ortalarından başlayaraq Xəzərin şimalındakı buzlanmanın artıq tədricən dağılmağa başlaması gözlənilir. Xəzərin şimalında artıq buzlaşma hadisələri tədricən zəifləməyə başlayıb və artıq mart ayının ortaları, ən gecə isə mart ayının sonlarına doğru Xəzərin şimalındakı buzlaşmanın tamamilə dağılmağa başlaması gözlənilir. Yəni qışın sərt keçən dövrlərində, yəni xüsusilə də Qafqazın şimalında 10-15 illik periyodla təşkilalanan ən sərt qışlar müşahidə edilir. Yəni sərt keçən qış dövrlərində Xəzərin şimalındakı buzlaşma mart ayının sonu və aprellə qədər davam edə bilir. Lakin mülayim keçən qışlarda isə buzlaşma martın ortalarından başlayaraq artıq ərməyə başlayır. Bu illəri artıq xüsusilə də fevral ayının ortalarında müşahidə edilən geniş bir isti hava dalğasının təsirindən artıq Xəzərin şimalındakı buz hissələri artıq dağılmağa başladı. Xəzərin şimalındakı buzlaşmanın olması o deməkdir ki, Azərbaycan ərazisinə şimaldan daxil olan hava kütlələri artıq daha da soyuq olaraq daxil olur. Nəinki Xəzər dənizinin su hissəsindən keçərək yumuşalıb daxil olur. Yəni bu demək ki, Xəzərin şimalında nə qədər çox buz olarsa, soyuq hava o qədər daha da güclü şəkildə Qafqazın cənubu Azərbaycan ərazisinə daxil olacaq. Lakin artıq buzun dağılması bu soyuq havanın daha da yumuşalaraq Qafqazın cənubuna daxil olması nəticələnəcək. Xüsusilə də mart ayının artıq 7-si axşama doğru və 8-sindən başlayaraq Qafqaz ərazisində buludluğun bir xeyli artması gözlənilir. Yəni peyk görüntülərinə əsaslanan simulyasiyaya əsasən mart ayının 7-si axşama doğru və 8-sindən başlayaraq artıq kosmosdan baxanda biz Azərbaycan ərazisində kifayət qədər qalın bir bulud qatının aktiv olmasını müşahidə edəcəyik mart ayının 8-si və 9-sunda. Lakin mart ayının 10-u və 11-də isə Rusiya ərazisindən, Rusiyanın qərbində növbəti soyuq havanın Qafqazın şimalından keçməsi gözlənilir. Lakin Azərbaycan ərazisində bugünkü model təllərinə əsasən Azərbaycan ərazisində böyük bir soyuma ehtimalı, zəif bir ehtimaldır. Lakin Avropanın İlçəm Davleyev Hava Tədqiqatları Mərkəzinin superkompüter modelləri bu soyuğun tez-tez Qafqazın cənubudan müdaxiləsi ehtimalını göstərir, bu siqnalı verir. Yəni mart ayının 10 və 11-də ola bilsin ki, bu soyuq hava Qafqaz ərazisində daxil olsun, lakin bunun faizi çox aşağıdır, 45%-ə qədərdir. Hətta bugünkü təllərə əsasən bu faiz artıq 30%-ə qədər enib. Lakin yenə də yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Alman modelinin yenilənmiş məlumatların təllərinə əsasən isə bu soyuq Alman modeli artıq dünənki yenilənmələrdə və bugün səhərki yenilənmələrdə bu soyuğun
Şimali Qafqazdan Cənubi Qafqaza doğru müdaxiləsini göstərir mart ayının 10 və 11-də. Lakin əsas dünyanın qlobal dəqiq modellərindən əsası İslam Davlevdə yerləşir. Yəni Avropanın İslam Davlev hava tədqiqatları mərkəzinin 100-dən artıq alt modelləri həm qısa müddətli modellər, həm həftəlik modellər, həm də ki aylı və uzun müddətli modellər demək olar ki, eyni signalı verir ki, böyük bir soyuma ehtimalı Şimali Qafqazda olsa da Qafqazın cənubunda bu soyuqların uzun müddət davam etməsi ehtimalı yoxdur. Lakin yaxın günlərdə daha da yenilənmiş məlumatların təhliləri kanalda yayımlanacaq. Dünənki videoda da biz bildirmişdik ki, artıq 2026-cı ilin aprel ayından başlayaraq qlobal hava şəraitinin təsir edən əsas amillərdən biri olan La Nina proseslərinin bir xeyli zəifləməsi və El Niño proseslərinin güclü şəkildə aktivləşməsi gözlənilir. El Niño proseslərinin anidən güclənməsi baş verəndə, yəni La Niñadan El Niñoya keçid dövrü adətən normal şərtlərdə 3-6 ay arasında olur, yəni neytral dövrdən El Niño keçid dövrü normalda, normal iqlim şərtlərində 3-6 ay ərzində olurdu. Lakin bu illər isə 2026-cı ildə isə bu prosesin çox qısa müddətə 2-3 ay ərzində baş verməsi gözlənilir. Yəni artıq ən geci aprel ayından başlayaraq La Niña'nın tamamilə zəifləməsi və El Niño'nun artıq may ayından başlayaraq aktivləşməsi gözlənilir. Bu o deməkdir ki, sürətli keçid olan illərdə, xüsusilə də 2024-cü ilin mart ayından başlayaraq biz bu prosesi müşahidə etdik ki, artıq iqlim dəyişikliyi o həddə çatıb ki, La Niña'da həmin dövrdədir, yəni 2024-cü ilin qışı La Niña qışı idi, lakin 2024-cü ilin artıq yaz aylarında La Niña'nın El Niño'ya sərt keçidi oldu. 2024-cü ilin xüsusilə də payızı və 2025-ci ilin yaz aylarına qədər olan müddət ərzində El Niño çox güclü oldu və La Niña prosesləri tamamilə zəif müşahidə edildi. Nəticədə 2024-cü ilin yay ayları El Niño prosesləri nəticəsində Azərbaycan arasında çox ciddi bir yanğınların artması ilə müşahidə edildi. Lakin 2025-ci ilin yay dövrü isə La Niña prosesləri nəticəsində yanğınlarda bir xeyli azalma müşahidə edildi. Yəni El Niño olan dövrlərdə daha çox Qafqaz arasında yanğınlarda artım müşahidə edilir. Avropanın İslam Davlev hava tədqiqatları mərkəzinin bu modelləri, uzun müddətli modellərdir. Xüsusilə də bu modellərə baxanda biz görürük ki, daha çox artıq aprel ayından başlayaraq Qafqaz arasındakı, Xəzərcəsi ölkələrindəki ölkələrdə, yəni ərazilərdəki iqlimin kifayət qədər dəyişilməsi gözlənilir. Yəni bu o deməkdir ki, normalda təbii ki, yay aylarında dağlıq ərazilərdən başqa aranda yanğınlarda bir xeyli azalma müşahidə edilir. Lakin Böyük Qafqaz ərazisində və Kiçik Qafqazda eyni zamanda yanğın leş arasındakı dağlıq ərazilərdə yanğınların bir xeyli artması, hətta Xəzərin şimal hövzəsində və Rusiyanın qərbində də yanğınlarda kəskin artım siqnalları artıq bu modellərdə göstərilir. Hazırda aprel 2026 iqlim analizinə baxırıq. Bu analizdə göstərilir ki, artıq xüsusi ilə də aprel ayı olmasına baxmayaraq Qafqaz arasında temperaturda artım ehtimalı var. Lakin Rusiya arasında, Rusiyanın qərbində və Avropanın şimalında, eyni zamanda Qazaxıstanın arasında geniş ərazilərdə, hətta Şimali Qafqazda belə temperaturda azalma ehtimalı var. Yəni bu o deməkdir ki, yaz aylarının Rusiyanın qərbində bir qədər gec başlaması gözlənilir. Yəni şimaldan tez-tez soyuq havanın, şimal qütbündən tez-tez soyuq havanın yaz aylarında belə, hətta yayın ilk aylarında belə Rusiyanın qərbinə müdaxiləsi gözlənilir. Şimal qütbündəki temperaturun artması əks bir proseslə nəticədə şimalda toplanmış soyuq hava daha tez-tez cənub ölkələrə doğru yayılır. May 2026 xəritəsinə baxanda biz görürük ki, yenə də Rusiyanın qərbində temperatur artmaq əvəzinə azalacaq. Bu da o deməkdir ki, şimaldan tez-tez soyuq havanın Qafqazın cənubuna daxil olması ehtimalı artır. Hətta Şimali Qafqazda belə temperaturda azalma ehtimalı var. Ümumi olaraq yanğınlarda kəskin artım gözlənilir. Hətta artıq iyun 2026-da belə yenə də Rusiyanın qərbində temperaturda azalma ehtimalı var. Qafqazın şimalında temperaturda azalma ehtimalı var. Yəni bu o deməkdir ki, 2026-cı ilin may və iyun aylarında Rusiyanın qərbində güclü bir istiləşmə ehtimalı zəif bir ehtimaldır. İslam Davlev hazırda bu siqnalları verir. Lakin Qafqazın cənubunda temperaturda artım ehtimalı olsa da, Rusiyanın qərbindəki mövsüm üçün xarakterik olmayan sərin və bir qədər də
yəni yaz ayları üçün xarakteristik olmayan bir qədər soyuq hava kütlələrinin tez-tez Qafqazın şimalından Qafqazın cənubuna daxil olması ehtimalı var. Bu proseslər Aralıq dənizi, Qara dəniz və Xəzər siklonları ilə birləşəcək, nəticədə yağıntıların bir xeyli artması, yəni şiddətli leysanlar, qısa müddətli şiddətli leysanlar, dolu hadisələrinin bir xeyli artması ehtimalı var. Avropanın İSMW hava tədqiqatları mərkəzinin ümumilikdə uzun müddətli hava təhlil modellərinin bir neçə parametrlərinə baxırıq. Bundan əvvəlki parametr, yəni hazırki bundan əvvəlki parametr termometr parametri idi. Lakin troposferin orta qatlarındakı əsas atmosfer proseslərinin ümumi gedişinə nəzər salsaq biz görərik ki, yenə də Avropanın İSMW hava tədqiqatları mərkəzinin troposferin orta qatlarındakı atmosfer proseslərinin siqnalları onu göstərir ki, aprel 2026-da və may 2026-da yenə də Rusiyanın qərbində və Sibir ərazisində qeyri-adi dərəcədə bir atmosfer təzyiqində azalma gözlənilir. Düzdür, Qafqazın cənubunda atmosfer təzyiqində artım ehtimalı var. Bu da isti hava ilə soyuq havanın Qafqaz ərazisində 2026-cı ilin may və iyun aylarında tez toqquşması mənasına gəlir. Bu proses çox riskli bir proses olacaq. Həm isti hava dalğalarında, həm də ki, leysan dolu proseslərində bir xeyli artım ehtimalı var. Nəticədə bu da təhlükəli atmosfer hadisələrinin El Niño dövründə təbii olaraq artması və iqlim dəyişikliyi nəticəsində bu proseslərin daha da pik həddə çatması ehtimalı yüksək qiymətləndirilir. Artıq iyun 2026-da da yenə də Şimali Avropada, Rusiyanın qərbində və Sibir ərazisində atmosfer təzyiqində yenə də qeyri-adi dərəcədə azalma gözlənilir. Yenə də Azərbaycan isti cəbhə ilə soyuq cəbhənin birləşdiyi ərazidə yerləşəcək. Yəni bu o deməkdir ki, tez hava şəraitində kəskin dəyişiklik ehtimalı var. Düzdür, uzun müddətli modellər bu siqnalı verir, lakin daha dəqiqləşmiş məlumatlar isə artıq aprel və may aylarında həmin dövrdəki real sinoptik şərait nəticəsində yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Yəni bu modellərə baxaraq biz ilkin olaraq bu məlumatları alırıq ki, artıq 2026-cı ilin may və iyun aylarında hava şəraitində tez dəyişiklik ehtimalı var. Xüsusən bu proses Azərbaycanın şimal və qərb rayonlarında daha tez müşahidə ediləcək. Bu proses dolu leysan hadisələrinin kəskin artması ilə nəticələnə bilər və eyni zamanda küləkli günlərin sayında da şimal-qərb rayonlarında artım ehtimalı var. Ən ciddi dəyişiklik Şimali Qafqazda və Rusiyanın qərbində gözlənilir, çünki ciddi bir soyuma ehtimalı var. Yəni may və iyun aylarında yaz ayları üçün xarakteristik olmayan bir dərəcədə ciddi bir soyuma ehtimalı var Rusiyanın qərbində. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İSMW hava tədqiqatları mərkəzinin digər model parametrlərinə də biz nəzər salmaq istəyirik. Artıq digər modellərə baxanda biz görürük ki, xüsusilə də 2026-cı ilin yaz aylarının sonları və yayın ilk günlərində Qafqaz ərazisində, Qafqazın xüsusilə də şimalında hava şəraitinin kəskin bir kəskin dəyişiklik ehtimalı var və bu prosesin təsirləri ciddi şəkildə hiss olunacaq. Nəticədə xüsusilə də kənd təsərrüfatı məhsullarının bir xeyli zərər görməsi ehtimalı var. Yəni biz burada bəd xəbər yaymırıq, sadəcə olaraq artıq indidən hazırlıqların görülməsi vacibdir ki, xüsusilə də artıq iqlim dəyişikliyi nəticəsində belə bir tövsiyə də var ki, artıq açıq ərazilərdə, düzdür, açıq ərazidə daha yaxşı effektiv məhsul əldə etmək olur. Lakin artıq iqlim dəyişikliyi nəticəsində təhlükəli atmosfer hadisələrinin artması, zərərlərin artmasının nəticədə daha çox qapalı ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi artıq zəruri sayıla bilər. Çünki artıq dolu hadisələrindən qorunmaq üçün daha çox qapalı şəraitdə məhsuldarlığın yetişdirilməsi, daha yaxşı, effektiv yəni şərait daha çox qapalı ərazilərdə gözlənilir. Artıq açıq ərazilər çox ciddi bir risk altında ola bilər. Avropanın İSMW hava tədqiqatları mərkəzinin troposferin aşağı qatları, yəni dəniz səviyyəsindəki atmosfer təzyiqindəki parametrləri biz araşdıranda görürük ki, 2026-cı ilin aprel ayından başlayaraq Qafqaz ərazisində atmosferin təzyiqində artım ehtimalı var.
Yəni bu siqnal onu göstərir ki, Rusiyanın qərbində atmosfer təzyiqində azalma gözlənilir. Həm troposferin yuxarı qatında, həm troposferin aşağı qatında yeni siklonlar aktiv olacaq. Qafqaz ərazisində isə may 2026-da və iyun 2026-da atmosfer təzyiqində artım gözlənilir. Bu da o deməkdir ki, şimaldan tez-tez atmosfer cəbhələrinin Qafqaz ərazisinə müdaxiləsində bir xeyli artım ehtimalı var. Yəni həm antisiklonun, həm də siklonlarının tez-tez təsirləri nəticəsində Qafqazın şimalında, xüsusi ilə də Qafqazın şimalında və bir qədər də Qafqazın cənubunda hava şəraitinin tez-tez şəklinin dəyişdirilməsi ehtimalı, bu risklərin bir xeyli artması gözlənilir. Avropanın İsyan Davlevi Hava Tədqiqatları Mərkəzinin xüsusilə də aprel, may və iyun ayları üçün yağıntı parametrlərini biz analiz edəndə görürük ki, xüsusi ilə də artıq yanğınların Rusiyanın qərbində, Qazaxıstanda və Qərbi Sibirdə bir xeyli artması ehtimalı var. Lakin Qafqazın cənubunda yanğınlarda azalma siqnalları var. Lakin bu yüksək bir siqnal deyil. Yəni o deməkdir ki, quraqlıq bu illəri yay aylarında Azərbaycanda 2025 ilə müqayisədə 2026-cı ilin yay aylarında Azərbaycanda quraqlıq riski daha az olacaq. Yəni yağışlarda bir xeyli artım ehtimalı var. Bu şirin suyun artması mənasında müsbət amildir. Lakin sel və daşqın hadisələrinin bir xeyli artması isə artıq bu da zərərli atmosfer hadisələrinin artması siqnalları ilə, yəni siqnallarını verir. Avropanın İsyan Davlevi Hava Tədqiqatları Mərkəzinin artıq bir çox modellərini biz analiz etdik, uzun müddətli modellər bu siqnalları verir ki, 2026-cı ilin aprel, may və iyun aylarında, xüsusilə də 2026-nın may və iyun aylarında daha tez-tez hava şəraitində dəyişiklik gözlənilir Rusiyanın qərbində və Şimali Qafqazda və bu proseslərin Qafqazın cənubuna da müdaxiləsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İsyan Davlevi Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən mart ayının artıq 7-si gündüz saatlarından başlayaraq əvvəlcə Kiçik Qafqaz və Böyük Qafqazın şimal-şərqindən şimal-şərq rayonlarında hava şəraitinin dəyişikliyi gözlənilir. Artıq bu proses mart ayının 7-si axşam saatlarına doğru Azərbaycan ərazisinin əksər rayonlarını əhatə edəcək. Nəticədə mart ayının artıq 7-sindən 8-dən 2-dən və 8-ci günün birinci yarısında Böyük Qafqazın şimal-şərq ərazilərində, Dağlıq Şirvandan mərkəzi aranın cənub-şərqində və Cəlilabad Astara ərazilərində yağıntıların lokal xarakterli intensiv olması, hətta Abşeronda da mart ayının 7-si axşamdan martın 8-ci günün birinci yarısına qədər olan müddət ərzində yağıntıların intensiv olması ehtimalı var. Bu proses Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Şimali Şəma, Xızı, Quba, Qusar, Xasmazda eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerşin, dağ kəndlərində sulu qarda qarla müşahidə ediləcək və bu qarın martın 7-si axşam və 8-sində intensiv və güclü olması ehtimalı var. Mərkəzi Aran cənub-şərqində, yəni Biləsuvar, Saatlı, Salyan, Neftçala, Sabirabad ərazilərində, Hacıqabulda leysan xarakterli yağış yağması, Bakı-Abşeron arasında martın 7-si axşam və 8-ci günün birinci yarısında leysan xarakterli yağış yağması ehtimalı var. Lakin martın 8-ci gündüz saatlarında isə artıq Dağlıq Şirvanda yağış davam etsə də Azərbaycanın demək ki, böyük bir hissəsində yağışlardan fasilə gözlənilir. Mart ayının 9-unda isə Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişiklik ehtimalı demək olar ki, zəif bir ehtimaldır. Lakin mart ayının 10 və 11 Şimali Qafqazdan növbəti soyuq atmosfer cəbhəsinin keçməsi ehtimalı yüksək qiymətləndirilir. Lakin Qafqazın cənubunda isə hava şəraitində böyük bir ekstremal bir dəyişiklik ehtimalı bugünkü təhlillərə əsasən demək ki, zəif bir ehtimaldır. Martın 10 və 11-də Şimali Qafqazın soyuq hava keçsə də Qafqazın cənubunda hava şəraitində böyük bir dəyişiklik ehtimalı, zəif bir ehtimaldır. Bugünkü təhlillərə əsasən mart ayının 10-u və 11-də Azərbaycanda havada böyük bir dəyişiklik ehtimalı, zəif bir ehtimaldır. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.